Bilfest 2025 bilik, elm və yaradıcılığın birləşdiyi festivalda Hədəf Liseyinin yeni Stars kampusunun və ilk dəfə açıq havada fəaliyyət göstərəcək Kamil İnteraktiv Elm Muzeyinin açılışı olub. Yeni kampusda təhsil 2 dilli model, STEM və IB proqramları əsasında qurulub. Bilfest 2025 festivalı Azərbaycanda elm, texnologiya və incəsənətin sintezini nümayiş etdirdi. Yeni fəaliyyətə başlayan Hədəf Stars kampusda təhsil STEM, IB və 2 dilli model əsasında aparılır. Şagirdlər Azərbaycan ingilis və ya rus-ingilis dillərində təhsil alaraq həm milli, həm də beynəlxalq mühitdə sərbəst inkişaf imkanı qazanırlar. Kamil İnteraktiv Elm Muzeyinin də açılışı oldu. İlk dəfə açıq hava şəraitində yaradılan muzeydə ondan çox eksponat vasitəsilə müxtəlif fənlər praktik şəkildə təqdim olunur. Mərkəz həftə sonları bütün ictimaiyyət üçün açıqdır. Liseyimizin bu ilki ən böyük uğuru robot müəllim adlandırdığımız, tədrisə inteqrasiya edəcəyimiz texnologiyalardan biri robotumuzun təqdimatıdır. Ümid edirəm ki, həm gənclərimiz sevindilər, həm cəmiyyətimiz üçün faydalı olacaq. Artıq bu filiala təqribən 100 nəfərə yaxın işçi başlayacaq. Beləliklə, Hədəf Stars Kampus və Kamil İnteraktiv Elm Muzeyi Azərbaycanda təhsilin interaktiv və innovativ inkişaf yolunu göstərir.